Dostlar salam. 28 mayda yerləşən Selenium yaşayış kompleksində yığdığımız növbəti qazanxana ilə sizi tanış edim. Burada Vismandan istifadə eləmişik. Vismanın altında 160 litrlik boiler var. Bu dəst şəklindədir. Təbii ki, bunu ayrı-ayrı da almaq olar, amma dəstin içində deməli boiler sensoru var. Boiler bağlantıları var. Görürsünüz ki, burada xüsusi misli, üstü də xromlanıb. Qazanın özüdür. Qazanın altındakı ventillərdir. Yəni ventillərin üstündə manometr var, drenaj xəttləri var və s. Qaz ventilinə qədər burada var. Qazanınız olmasa bunu şablon kimi alırsınız bu hissəni. Quraşdırırsınız divara, qazanı axırda da asa bilərsiniz. Bu Vismanın ən axırıncısıdır. Bu dəqiqə satışda yoxdur bunlar. Bu modellər ən axırıncısını biz bura alıb qoymuşuq. Deməli ev 200 kvadrata yaxındır. 12-13 dənə radiator var burada, bir 20-30 kvadratda yerdən isitmə. Deməli biz burada gördüyünüz kimi hidravlik bölücü yox, halqa sistemini istifadə etmişik. Qənaət baxımından, yəni yer qənaəti baxımından. Buradan gediş xətti gedir, qalxır. Orada bizim avtomatik hava çıxaranımız var. Bu cür dövr eləyir, qayıdır qazana. Qaydanda burada maqnitli filtrimiz var. Niyə? Çünki burada metal radiatorlardır və sistem də bütün polipropilendən çəkilib gördüyünüz kimi. Yəni evin içini biz montaj eləməmişik. Biz ancaq qazanxanaya montaj eləmişik. Və bu artıq bu binada ikinci eyni analoji deməli qazanxanadır. Bir mərtəbə yuxarıda ev sahibinin qardaşının evidir və orada da eyni analoji qazanxanaya yığmışıq. Videolarımızda və Instagram səhifəmizdə görə bilərsiniz. Deməli, bu radiator xəttidir. Gediş, dönüş. Bir boruya keçir. Bu da isidilən döşəmə deməli xəttidir. Bunun üstündə Afriso 35-60 deməli termostatik qarışdırıcısı var. Yəni buradan radiatorlara 60 dərəcə versələr, burada 35 dərəcəyə qədər temperaturu aşağı sala bilirlər. Nasoslarımız indi bunları təbii ki çevirəcəyik sonra. 25-6 siyakıdır. Əslində bundan balaca lazım idi burada. 25-4 də gedərdi ya da 15-4. Amma bu cür modellər, kiçik modellər ölkəmizdə populyar olmadığına görə ən minimum 25-6-dır. Sonra termometrlərimiz var ki, temperatura nəzarət eləyə bilək. Ventillər hamısı TM-dir. Burada yeri gəlmişkən. Sonra bu resirkulyasiyamızdır. Resirkulyasiya həmişə mütləq latundan olmalıdır. Çuqun gövdəli nasos qoymaq olmaz. Çünki ondan bakteriya və çirk gəlir, o paslana bilir. Amma latun və bronza koroziyaya uğramır və suyu təmiz saxlayır. Çünki bu istifadə suyudur. Yəni bu ilə biz əl-üzümüzü yuyuruq, duş qəbul edirik və s. Girişdə filtrimiz var, burada əks klapanımız. Bu da 25-in 6-yadır. Gələcəkdə buna deməli termostat da qoyacağıq ki, daim işləməsin. İsti suyun təhlükəsizliyi üçün aşağıda görə bilərsiniz bizim əks klapanımız var. Sonra burada 8 barlı təhlükəsizlik ventilimiz var. Belə paslanmaz poladdan olan konsolun üzərində. Avtomatik hava çıxaran manometr və genləşmə çənənin özü. Boilerin sensoru var. Qazana qoşulacaq və bu sensor vasitəsilə qazan boilerin içindəki temperatura nəzarət edəcək. Və belə görsənir. Burada da səbət tipli sifonumuz var. Kondensat bura axıdılacaq. Bu səbət tipli sifon nə üçün lazımdır? İndi burada yağış sularına qoşulub problem deyil. Amma kanalizasiya qoşulanda buradan qoxu gələ bilər. İndi hamı da eyvanda deyil də bu kombi ya qazan. Evin içində olanda buradan qoxu gələ bilər. Amma bu səbət tipli sifon, adi sifon kimi burada su yanır. Ona görə kanalizasiyanın qoxusu buradan qayıda bilmir. Bir də ki qazandan gələn kondensat şlanqını heç vaxt birbaşa borunun içinə qoymaq olmaz. Yəni ara məsafəsi olmalı. Niyə görə? Bu tutularsa və su deməli bu kondensat şlanqı ilə qalxıb qazanın içinə dolacaq, qazan sıradan çıxacaq. Amma aralı olanda bu dolsa da, tutulsa da su başlayacaq, yəni kondensat başlayacaq xaricə dağılmağa və siz bunu görəcəksiniz. Beləliklə də qazanınızı qorumuş olacaqsınız. Bu qədər dostlar. Ümid edirəm ki, xoşunuza gəldi. Özünüzə yaxşı baxın. Yoxdur, qoy qalıb.